bir tələbəm vardı. 16 yaşı universitetdə tamam olmuşdu. Yəni 15 yaş yarımda gəlmişdi. O da IT üzrə təhsil alırdı. O qədər istedadlı idi. Bir dəfə dedim ki, uşaqlar sizə bir söz demək istəyirəm. Dedi ki, müəllim, siz bu sözü demək istəyirsiniz. Çaşdım qaldım. Dedim, ilahi, sənə Allah nə qədər istedadı verib. Bu bizim tələbələrimiz. İndi bunların da öz məsuliyyəti var. Nədir məsuliyyəti? Bax, birinci məsuliyyət budur. Azərbaycanı sevin də, nə olar, getməyin ora-bura. Yəni getdiniz Qayıdın. Bizim IT üzrə mütəxəssislərimizin bakalavr bitirən uşaqları xarici universitetlərə cəlb eləyirlər və qalırlar orada. Mən sizə bir söz deyim. Bir dəfə bizim məşhur müasir iqtisadçılarımızın biri ilə bir yerdə idi, efirdə. Mən dedim ki, iqtisadiyyatı Azərbaycanda bölgələrdə inkişaf etdirmək üçün həmin bölgədən olan iş adamlarının öz bölgəsinə sevgisi olmalıdır. O müəllim dedi ki, ay müəllim, bu sevgidir, romantikadır, bunu iqtisadiyyata gətirməyin də. İqtisadiyyat pul sevir. Dedim, əzizim, davranış iqtisadiyyatı deyir ki, behavioral economics. Bunların da rolu var. Mütləq var. 2 dənə obyektdir, 2 işdir, iqtisadi iş. Birində 10 manat xeyir var, birində 15 manat xeyir var. 15 manat xeyir olan xaricdədir, 10 manat xeyir olan Azərbaycandadır. Bu birincisinin seçsində vətənə sevgisinə görə. Bu çox vacib məsələdir.